Hər kəsə salam. Gəlin bir yerdə dim test toplusuna aid bu sualın izahına baxaq. Buradan bizdən P1-i tapmağımızı istəyir. Mən burada P2-in yerinə 1 yazaram. Görürsünüz niyə burada? Çünki P1-dir. P1 üstə gəlinsin P2 bərabərdir. Burada x-in yerinə yenə də 1 yazıram. Çünki burada da x-in yerinə 1 yazmışdım. Və nəticə olaraq bunu hesablasaq alınır 7. Daha sonra isə P2-ni tapıram. X-in yerinə 2 yazıram. P2-ni tapsaq, niyə belə elədim? Eyni alınsın. Əgər mən bura P3 yazsaydım, burada P4 alınırdı. Və P4 burada, P2 burada fərqli alınırdı. Çalışıram ki, eyni yaransın. Ona görə də x-in yerinə burada 2 yazıram. Baxın, 2-lər eynidir. İndi buradan da P3 alınır. 3-ü də burada cavab alınacaq 21. 21-i də yazdıq. İndi tərəf-tərəfə mən bunları çıxaram. P1 çıxılsın, P3 alınar. 2-lər islah olunacaq. Bərabərdir. 7-dən də 21 çıxdığımız zaman neçə alınacaq? -14. İndi isə P1 üstə gəlinsin. P3-ü də buradan yazıram. Bərabərdir 18-ə. Və yenidən başqa bir sistem tənliyim alındı. Tərəf-tərəfə topladığım zaman 2P1 bərabərdir 4-ə. P1-i də tapdığımız zaman cavab 2, Y variantı almış oluruq.